Vasif Məhərrəmi yoxsa Pərviz Bülbülə? Pərviz. Pərviz Bülbülə. Bizə niyə Pərviz? Ya, niyə Pərviz? Meyxananı tənqid edəndə Mehman Əhməd demişdi, sən kimsən meyxananı tənqid edə ora bura. Dedim Mehman, bu meyxana çox mənasız bir şeydir. Amma məsələ burasındadır ki, sən heç onu da deyə bilmirsən. Yenə heç olmasa Pərviz Bülbülə deyə bilir. Yəni avazı bizən istedadsız adamlar özün rəmiş kimi aparanda adam əsəbləşir. Çünki məsələn elə şeylər var ki, məsələn o rəmiş istedadlı adamdır deyir, hə? Gitaranı götürüb belə eləyəndə adama ləzzət eləyir də, bu rəmişdir də. İndi Pərviz Bülbülə də istedadlı adamdır. Yəni Pərvizin istedadını, talantını hiss eləməmək Pərvizə qarşı hörmətsizlik yox. Adam öz yəni ki səncə qərəzlisən də, yəni o talantlı adamdır. Adi, amma ümumiyyətlə, yəni yenə deyirəm, o mənasız şeyi deyə bilənlərdən biri Pərviz. Oldu. Pərviz.